Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Deməli, bugünkü dərsimiz bizim olacaq toxumun quruluşu. Deməli, biz keçən dərs keçmişdik çiçəyi. Bugün isə keçəcəyik toxumu və meyvəni. Toxum da bir dərsdən ibarətdir, meyvə də bir dərsdən ibarətdir. Amma burada qısa mövzulardır, amma əzbərlənməli məqamlar çoxdur. Ona görə də indidən deyirəm, diqqətli olun. İndi başlayaq toxumun quruluşuna. Bizim yəni yediyimiz hansı ki meyvənin içərisində olan toxumdan söhbət gedir. Belə deyək də meyvənin inkişafı üçün ilk növbədə bizə lazımdır ki, toxum inkişaf etsin, ondan isə meyvə. Düzdürmü? Toxum ümumiyyətlə əmələ gəlir nədən? Yumurtacıqdan. Meyvə isə əmələ gəlir nədən? Yumurtalıqdan. Düzdürmü? Yumurtalıq nədir? Yumurtacıq nədir? Deyirdik ki, çiçəyin belə deyək də cinsiyyət orqanları nələr hesab olunurdu? Çoxalma orqanları erkəkcik və dişicik, düzdür? Erkəkcik neçə hissədən ibarət idi? 2. Erkəkcik saplağından və toxumdan. Bəs dişicik neçə hissədən ibarət idi? Dişicik isə 3 hissədən ibarət idi. Yumurtalıq, sütuncuq və ağızcıqdan. Ağızcıqlar tozluğun, erkəkciyin tozluğunun içərisində olan tozcuqları tutmaq üçün idi. Hansı ki sütuncuq, daha sonra bir də yumurtalıq. Sütuncuq olmaya da bilər deyirik dişicikdə. Hansı ki, amma ağızcıqla yumurtalıq hökmən olmalıdır. Yumurtalığın içərisində isə nə yerləşirdi? Yumurtalığın içərisində isə yumurtacıq yerləşirdi. Həmin o bildiyimiz yumurtalığın divarından yaranır bizim yediyimiz meyvə. Toxumu isə yaranır yumurtalığın içərisində olan yumurtacıqdan. Yumurtacıqdan toxum, yumurtalıqdan meyvə yaranır. Yumurtalığın içərisində olan yumurtacıq bir neçə ədəd olarsa, çox toxumlu meyvə yaranır. Yumurtalığın içərisində olan yumurtacıq bir ədəd olarsa, bir toxumlu meyvə yaranır. İndi gələk toxumun quruluşuna. Aha, toxumun quruluşuna gələndə, baxın burada uşaqlar. Toxum ibarətdir. Baxın burada lobyanın toxumu verilibdir. Ekranda görürsünüzmü? Lobyanın toxumu verilibdir. Hansı ki, toxum ibarətdir 3 hissədən. Toxumun qabığı var, endosperm var və rüşeyin var. Bir daha deyirəm, toxum özü 3 hissədən ibarətdir. Toxum qabığı, endosperm və rüşeyin. Toxumun qabığı nə üçündür? Toxumun qabığı xarici təsirlərdən toxumu qorumaq üçündür, zədələrdən onu qorumaq üçündür. Sonra gəlirik nəyə? Endospermə. Endosperm nə üçündür? Endosperm ehtiyat qida maddələri toplayır özündə. Xüsusi hüceyrələr qrupundur və özündə ehtiyat qida maddələri toplayır. Bəs nəyə xidmət edir? Endospermin funksiyası rüşeyimi qidalandırmaq, xidmət etməkdir. Bir daha deyirəm, endosperm xüsusi hüceyrələr qrupu olub, özündə ehtiyat qida maddəsi saxlayır və rüşeyimi qidalandırır. Aydındırmı? Bəs bu ehtiyat qida maddəsi nə üçün lazımdır? Həmin o belə deyək də rüşeyimin hissələrinin qidalanması üçün. Aydındırmı? Özündə ehtiyat qida maddələri nədir? Toplayır. Sonra gələk rüşeyim özü nədən ibarətdir? Rüşeyim gələcək bitkinin ilkin başlanğıcıdır, ilkin mərhələsidir. Aydındırmı? Rüşeyim özü isə 4 hissədən ibarətdir. Baxın, burada yazılıbdır. Görürsünüzmü aşağı? Baxın, toxumun qabığı göstərilibdir xaricdən. Endosperm və rüşeym. Burada indi endosperm göstərməyib də hansı ki, kiləpəli bitkilərdə endosperm zəif inkişaf elədiyinə görə endosperm yəni bu lobyada biz görə bilmirik də. Amma toxum qabığı görsənir. Bir də rüşeym baxın. Rüşeym görürsünüzmü? Belə mötərizə alıbdır. Yazılıbdır. Rüşeym özü ibarətdir 4 hissədən. Rüşeymin kökçüyü var. Baxın, işarələyir aşağısından. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və ləpə yarpaqları. Hansı ki, lobya toxumu, lobya ikiləpəli bitkidir. Ona görə də ikiləpəli bitkilərin 2 dənə ləpə yarpağı olur. Bir ləpəli bitkilərin isə adından da məlum olduğu kimi bir ləpəlilərin 1 dənə ləpə yarpağı olur. Aydındır. Ləpə yarpaqların sayına görə bitkilər, örtülü toxumlu bitkilər 2 qrupa bölünür. Bir ləpəli bitkilərə, 2 ləpəli bitkilər. Rüşeymində 1 ləpə yarpağı olan bitkilər 1 ləpəlilər, rüşeymdə 2 ləpə yarpağı olan bitkilər isə 2 ləpəli bitkilər adlanır. 2 ləpəli bitkilər biz keçəcəyik inşallah gələn dərslərimizdə. Hansı ki, onların da fəslələri var. Xaç çiçəklər var, gül çiçəklər var, paxlallar, badımcan çiçəklər, mürəkkəb çiçəklər. İndi bizə əsas lazım olanlar, yəni bunlardır. Bunları bilsəniz sizə kifayətdir, yetər də artar bilə. Sonra yenə, yəni bu lobya özü də paxlallar fəsləsinə aid olan bir nümayəndədir. 2 ləpəli bitkidir. Dediyim kimi, baxın burada biri budur, biri isə budur. 2 ləpəli bitkidir.
Aha, rüşeym özü dedik 4 hissədən ibarətdir. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və 2 ədəd ləpə yarpaqlar. Aydındır mı? Rüşeym kökçüyündən nə inkişaf edirdi? Rüşeym kökçüyündən deyirik ki, bitkinin əsas kökü inkişaf edir. Rüşeym gövdəciyin üzərində isə rüşeymin digər hissələri yerləşirdi. Hansı ki, rüşeym gövdəciyi yaxşı inkişaf etmiş bitkilərdə ləpə yarpaqlar torpağın üstünə çıxır. Rüşeym gövdəciyi yaxşı inkişaf etməyən bitkilərdə isə ləpə yarpaqları torpağın üzərinə çıxa bilmir. Məsəl üçün, lobyanın rüşeym gövdəciyi yaxşı inkişaf etdiyi üçün onun ləpə yarpaqları torpağın üstünə çıxa bilir. Amma noxudun rüşeym gövdəciyi zəif inkişaf elədiyinə görə onun ləpə yarpaqları torpağın üstünə çıxa bilmir. Aydındırmı? Rüşeym tumurcuğundan isə əsas gövdə inkişaf edir. Nə inkişaf edir? Əsas gövdə inkişaf edir. Bir daha deyirəm. Rüşeym ibarət oldu 4 hissədən. Baxın, toxum özü 3 hissədən ibarətdir. Qabıq, endosperm, rüşeym. Rüşeym isə özü 4 hissədən ibarətdir. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və ləpə yarpaqları. Aydındırmı? Rüşeym kökçüyündən əsas kök, rüşeym gövdəciyindən bitkinin digər hissələri, hansı ki onun üzərində inkişaf eləyir. Rüşeym tumurcuğundan isə əsas gövdə. Nə? Əsas gövdə inkişaf edir. Ləpə yarpaqları isə bitkinin, hansı ki rüşeymin ilkin yarpaqları hesab olunur. Aydındırmı? Daha sonra gələk indi bu. Bayaq da dediyim kimi bir ləpəllərə və iki ləpəl bitkilərə. Hansı ki bir ləpəl, iki ləpəl bitkilər dedik keçəcək. Bir ləpəllər, iki ləpəllərin fəslərini saydım. İki ləpəl bitkilərin. Bir ləpəl bitkilərin də fəslələri, məsəl üçün orada var taxıllar fəsləsi və zambaqlar fəsləsi. Tanıdığımız buğda, arpa, çovdar, nə bilim qarğıdalı, darı, çəltik və ləmir o qədərdir ki, soğan, sarımsaq, Nərgiz, hiyasint bunlar isə zambaqlar fəsləsinə aiddir. Aydındır? Bunların da hamısı nədir? Bir ləpəli bitkilərdir. Baxın, iki ləpəli bitkilərdə ehtiyat qida maddəsi harada toplanır? Bir ləpəli bitkilərdə ehtiyat qida maddəsi harada toplanır? Əsas məsələ bunu yadımızda saxlamaq. Aydındırmı? İki ləpəli bitkilərdə əsasən deyirik ki, ehtiyat qida maddələri toxumun rüşeymində toplanır. Harada? Rüşeymdə toplanır. Aydındırmı? Rüşeymin ləpə yarpaqlarında toplanır. Yəni, iki ləpəli bitkilərin endospermi zəif inkişaf eləyir. Bir ləpəli bitkilər isə endospermi yaxşı inkişaf eləyir və ehtiyat qida maddəsi də endospermdə toplanır. Amma iki ləpəli bitkilərin endospermi zəif inkişaf eləyir, rüşeymdə toplanır. Rüşeymin də əsasən ləpə yarpaqlarında toplanır. Məsəl üçün, noxudda, lobiyada deyirik ki, ehtiyat qida maddəsi rüşeymin ləpə yarpaqlarında toplanır. Baxın, burada yazıb, ağ turpla quş əpəyi bitkisində tumurcuqdan rüşeymin 4 dənə hissəsi var deyirik. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu, ləpə yarpaqları. Baxın, rüşeym tumurcuğundan başqa rüşeymin digər hissələrində toplanır. Aydındırmı? Yəni, rüşeym 4 hissədən ibarətdir. Bunun rüşeym tumurcuğundan başqa yerdə qalan 3 hissəsində toplanır. Aydındırmı? Hər yerində toplanır. Hansı bitkilər oldu? Ağ turpla quş əpəri bitkisində rüşeym tumurcuğundan başqa rüşeymin hər yerində toplanır. Aydındırmı? İndi gələk qaymaq çiçəyi və üçrək bənövşəyə. Qaymaq çiçəyi və üçrək bənövşədə isə həm rüşeymdə toplanır ehtiyat qida maddəsi, həm də endospermdə toplanır. Aydındırmı? Bu səbəbdən də deyirik ki, onların rüşeymi ilə əhatə olunur, endospermlə əhatə olunur. Aydındırmı? Bir daha deyirəm, noxud lobiyada rüşeymin ləpə yarpaqlarında, ağ turpla quş əpəyində tumurcuqdan başqa rüşeymin hər yerində, qaymaq çiçəyi və üçrək bənövşədə isə həm rüşeym, həm endospermdə toplanır. Bir ləpəli bitkilərdə isə ehtiyat qida maddələri endospermdə toplanır, hansı ki, toxum cücərən zaman endospermdə olan ehtiyat qida maddəsi ləpə yarpağı vasitəsilə rüşeymə çatdırılır. Aydındırmı? Bax, ehtiyat qida maddəsi rüşeymdə toplanır, amma rüşeym deyirəm, əstəğfurullah, endospermdə toplanır bir ləpəlilərdə, ləpə yarpağı vasitəsilə o gəlir rüşeymə çatır. Aydındırmı? Bax, bu testin sualıdır. Bunu mütləq yadınızda saxlayın. Ehtiyat qida maddəsi endospermdə toplanır bir ləpəli bitkilərdə, amma rüşeymə çatdırılır nə vasitəsilə? Rüşeymin ləpə yarpağı vasitəsilə. Aydındırmı? Baxın, burada da buğda bitkisinin göstərilibdir, hansı ki, buğdada, baxın, bu ortada olan görürsünüzmü nə boydadır rüşeymi? Çox böyükdür. Bu da onun meyvə yanlığına birləşmiş toxumun qabığıdır, endospermdir. Baxın, bu aşağıda olan hissə rüşeymdir. Bu da rüşeym hissələridir. Rüşeymin kökçüyüdür, rüşeym gövdəciyidir, rüşeymin tumurcuğudur. Baxın, rüşeym kökçüyü, görürsünüzmü? Rüşeym kökçüyü V şəklində olandır. Bura onun rüşeym gövdəciyidir, bu da onun rüşeym tumurcuğudur. Bir dənə də qalxan şəklində olan onun ləpə yarpağıdır. Aydındırmı? V şəklində olan rüşeym kökçüyü, onun üstündə rüşeym gövdəciyi, onun üzərində rüşeym tumurcuğudur. Bu da qalxan şəklində olan ləpə yarpağıdır. Soram gələk nəyə? Sonra gələkdir. Bu da toxum haqqında. İndi gələk meyvəyə.
Dedik toxum nədən inkişaf eləyir? Toxum dedik inkişaf eləyir yumurtacıqdan. Meyvə nədən əmələ gəlirdi? Yumurtalıqdan. Aydındırmı? İndi biz meyvə özü neçə hissədən ibarətdir, ona gələk. Bizim yediyimiz meyvələrdən söhbət gedir. Meyvə ümumiyyətlə çiçəkli bitkilərin generativ orqanıdır. Meyvə ibarətdir meyvə yanlığından və toxumundan. Aydındır. Yediyimiz meyvələr, məsəl üçün göstərək nəyi? Baxın burada şey göstəriblər də. Baxın burada görürsünüzmü? Ərik. Ərik göstərilibdir. Ərik ibarətdir birdən toxumdan, bir də meyvə yanlığından. Bax, bu yediyimiz hissə onun meyvə yanlığıdır. Meyvə yanlığına görə bitkilər iki yerə bölünür. Şirəli meyvələr, quru meyvələr. Şirəli meyvə odur ki, sıxırsan şirə axır. Aydındırmı? Yediyimiz hissə. Amma bir də həmin meyvə yanlığı quru olan bitkilərsə quru bitkilərə aiddir. Aydındırmı? Ümumiyyətlə dedik meyvə yaranırdı nə? Dişicin yumurtalığından, dişicin yumurtacığından isə yaranır nə? Toxum. Düzdürmü? Hansı ki meyvə yanlığı nə üçündür? Meyvə yanlığı toxumu qoruyur, toxumun yayılmasını təmin edir. Aydındırmı? Bəzən isə uşaqlar toxumun yaranmasında çiçəyin digər hissələri, məsəl üçün çiçək yatağı da inkişaf eləyir. Belə meyvələr isə yalançı meyvələr adlanır. Baxın, meyvə, yediyimiz meyvə normalda inkişaf eləməlidir dişicin yumurtalığından. Onun toxumu yumurtacığından inkişaf eləməlidir. Amma meyvənin yaranmasında yumurtalıqla bərabər çiçəyin digər hissəsi olan çiçək yatağı var idi. Dedik ki, çiçək 6 hissədən ibarətdir. Çiçəyin saplağı, çiçəyin yatağı, kasa yarpağı, kasa yarpağı, ləçək, erkəkcik və dişicik döydümü? Bunun əgər meyvənin yaranmasında yumurtalıqla bərabər əgər çiçəyin yatağı da iştirak eləyərsə, bu meyvə adlanır yalançı meyvə. Aydındırmı? Məsəl üçün qarpız, yemiş, boranı, çiyələk, alma, armud, əzgil, heyva, məsəl üçün bunları deyə bilərik. Əgər mayalanma getmədən əmələ gələn meyvələrə isə biz axta meyvələr deyirik. Baxın, yalançı meyvə yediyimiz həqiqi meyvələrdir. Yalançı meyvələr odur ki, çiçəyin digər hissəsi, məsəl üçün çiçək yatağı da iştirak eləsin meyvənin yaranmasında. Əgər ümumiyyətlə bu yalançı meyvədir. Əgər mayalanma getmədən yaranan meyvələrə isə biz deyirik ki, nə meyvələr? Axta meyvələr. Aydınmı? Meyvə yanlığına görə dedik şirəli quru olur. Bu meyvələrdə də toxum müxtəlif sayda nədir ola bilər. Əgər bir dənə yumurtalığın içərisində bir dənə yumurtacıq varsa, ondan bir toxumlu meyvə, yumurtalığın içərisində çoxlu sayda yumurtacıq varsa, ondan çox toxumlu meyvə yaranacaq. İndi biz gələk şirəli meyvələrə. Şirəli meyvələrə bizim kitabımızda göstərilib gilə meyvə ilə, çəyirdək meyvə ilə bunları da bilsək bizə kifayətdir. Yəni növlər çox idi əvvəlcə, indi azaldıblar, sağ olsunlar. Çəyirdək meyvə, baxın, çəyirdək meyvə özü bir çəyirdəkli və çox çəyirdəkli olur. Bir çəyirdəkli meyvələrə, məsəl üçün yediyimiz ərik, neçə dənə çəyirdək var? Bir dənə. Şaftalı, albalı, gavalı, bunlar bir çəyirdəklidir. Çox çəyirdəklilərə isə moruq böyürtkən aiddir. Deməli, moruq böyürtkən necə meyvədir? Çox çəyirdəkli nədir? Meyvədir. Çəyirdək meyvədir, özü çox çəyirdək meyvədir. Aydındırmı? Sonra gələk nə? Gilə meyvə. Gilə meyvə odur ki, meyvə yanlığı xaricdən nazik dəriciklə örtülsün, onun içərisində isə çoxlu toxum olsun. Məsəl üçün üzüm, quş üzümü, pomidor, badımcan, bibər, bunlar hamısı nədir? Gilə meyvədir. Aydındırmı? Çəyirdək meyvə oydu ki, meyvə yanlığının içərisində bərk çəyirdək olsun. Bu çəyirdək meyvə idi. Bir çəyirdəkli və çox çəyirdəkli oldu. Çox çəyirdəklilərə mor böyürtkən deməkdir. Gilə meyvə odur ki, xaricdən nazik dəriciklə örtülsün, onun içərisində də çoxlu toxum olsun. Bu da yediyimiz üzümdür, sonra quş üzümüdür, pomidor, badımcan, bibər və s. İndi gələk quru meyvələrə. Quru meyvələrdə bölünür. Bir toxumlu quru meyvələr və çox toxumlu quru meyvələr. Bir toxumlu quru meyvələr fındıq meyvə, toxumca meyvə, dən meyvə, fındıqca meyvə bunlardır. Bu şəklini gətirim. Meyvə hardadır bir dəqiqə. Baxın. Şəkli niyə belə düşür axı? Belə gəlir, yaxşı bizə belə baxaq.
Gələk birinci fındıq meyvəyə. Baxın, fındıq meyvə yediyimiz adi fındıqdan söhbət gedir. Baxın uşaqlar, biz yediyimiz fındığın toxumudur. Bax, bu içərisində olan toxumunu yeyirik biz. Yediyimiz isə fındığın toxumudur. Qırıb tullayırıq, dışdan qırıq. Bu isə onun meyvə yanlığıdır. Deməli, fındıq meyvənin meyvə yanlığı bərk olur, oduncaqlaşmış olur. Onun da içərisində toxum olur. Toxum meyvə yanlığının içərisində necə yerləşir? Sərbəst yerləşir. Aydındırmı? Toxum buna aiddir qoz, fındıq və s. Aydındır. Sonra gələk fındıq meyvəni də dedik, gələk toxumca meyvəyə. Toxumca meyvəyə bizim yediyimiz günəbaxan tumları aiddir. Baxın, onda isə toxumca meyvədə günəbaxan, mürəkkəbçəklər fəsləsi misal göstərə bilərik ümumiyyətlə toxumca meyvəyə. Günəbaxan, astra, georgin, nə bilim, orada çoxlu növlər var idi. Eşək qanqalı, zəncir otu, dəvə dabanı, çoban yastığı və s. Çoxdur yəni misallar. Bunda necə olurdu? Meyvəsi quru meyvədir, bir toxumlu meyvədir. Meyvə yanlığı toxuma birləşmir. Aydındır? Bax, bu atırıq günəbaxan tumunun içərisində qırıb atdığımız o qara rəngdə olan. Onun meyvə yanlığıdır. Bu içərisində yediyimiz isə onun toxumudur. Meyvə yanlığı toxuma bitişirmi uşaqlar? Xeyr, bitişmir. İçərisində sərbəst şəkildə olur. Aydındır mı? Və meyvə yanlığının daxili qatı nə şəklindədir? Dəricik formasında. Meyvə yanlığı toxuma bitişmir. Meyvə yanlığının daxili qatı nə formasındadır? Dəricik. O semiçka tumların üstündə görmüsünüz, dəricik şəklində bir var. Bax, odur. Aydındır mı? Nədir? Meyvə yanlığının daxili qatıdır o dəricik şəklində olan belə pərdə, nazik pərdə. Sonra gələk indi dən meyvəyə. Dən meyvəyə misal bir toxumlar, biləpəllər fəsləsindən taxıllar fəsləsini göstərə bilərik. Buğda, arpa, çovdar, darı, çəltik və ləmir, qarğıdalı. Bunlar hamısı nədir? Dən meyvədir. Dən meyvədə isə meyvə yanlığı hansı ki pərdə şəklində olur və meyvə yanlığı toxumun qabığına bitişir. Aydındırmı? Məsəl üçün, buğda görmüsünüz də hamınız, düzdürmü? Onun meyvə yanlığı ilə toxum ayrılırmı? Heç vaxt. Bir-birinə elə bitişir ki, onları ayırmaq mümkün deyil. Pərdə şəkli meyvə yanlığı olur. Deməli, meyvə yanlığının daxili qatı dəricik şəklindədir. Kimdə? Toxumca meyvədə. Bəs pərdə şəkli meyvə yanlığı kimdə olur? O dən meyvədə olur. Aydındırmı? Misalları da dedik. İndi gələk fındıqca meyvəyə. Fındıq meyvə ayrıdır, fındıqca meyvə ayrıdır. Fındıqca meyvəyə misal olaraq çiyələk, qızılgül, itburnu, hətta qaytarmanı deyirik. Çiyələk, itburnu, qızılgül, bir də nə? Qaytarma. Fındıq meyvəyə oxşuyur, ancaq ondan kiçik olması ilə fərqlənir. Baxın, burada göstərilib çiyələk. Çiyələk fındıqca meyvədir. Çiyələyin yanında da itburnunun qızılgülü və qaytarmanı yanınızda saxlayırsınız. Aydındırmı? Fındıqca meyvədir, çiyələyin meyvəsi. Başa düşdünüzmü? Baxın, burada gilə meyvə göstərilibdir. Məsəl üçün, baxın, quş üzümüdür, pomidordur, üzümdür və s. Çərdək meyvəyi göstərilibdir. Ərik, şəftəli, hansı yediyimiz şəftalı, sonra nə bilim, alça, gavalı. Bunlar çərdək meyvədir. Fındıq meyvəyə fındıq, toxumca meyvəyə günəbaxan tumu, dən meyvəyə buğda, çovdar, məsələn, fındıqca meyvəyə hansı ki çiyələyi göstərir. Yəni, bunlar da belə. Sonra gələk indi çox toxumlu quru meyvələrə. Çox toxumlu quru meyvələrə də misal olaraq paxla meyvəni, buynuz meyvəni və qutucuq meyvəni göstərə bilərik. Paxla meyvə ilə buynuz meyvə əslində bir-birinə oxşuyur, ancaq mən bunları fərqlərini sizə deyəcəm. Baxın, paxla meyvə, hamınız lobya görmüsünüz də, lobya. Lobyanın açanda biz onun, baxın, bu açdığımız 2 dənə hissə var, heç olmasa bunu lobya bitəndə falan indi görənləriniz varsa, onun 2 dənə tayı olur. Tayların içərisində toxumlar yuvalarda yerləşir. Aydındırmı? Toxum hansı ki, belə deyək də, bu lobyanın toxumları taylardakı yuvalarda yerləşir. Aydındırmı? Sonra həmin o bu meyvə yanlığı hansı ki tam belə deyək də, bitəndən sonra, belə deyək, yetişəndən sonra taycıqlar quruyur və toxumları tullayır. Aydındır. Bir daha deyirəm. Baxın, meyvə yanlığı 2 dənə taycıqdan ibarətdir. Aydındırmı? Bax, biri burada, biri də o bir tərəfində. Həmin o taycıqlarda, yuvalarda toxumlar yerləşir. Həmin meyvə yanlığından yetişəndə isə taycıqlar quruyaraq vurulur, toxumlar tulluyur. Xod, lobya, soya, mərci, akasiya, paxla meyvələri göstərə bilərik. Buynuz meyvənin isə fərqi ondan ibarətdir ki, bunda da meyvə yanlığı 2 dənə taycıqdan ibarət olur. Ancaq toxumlar hansı ki o taycıqlardakı yuvalarda yerləşmir. Ara kəsmə olur.
ara kəsmə. Toxumlar ara kəsmənin üzərində yerləşir. Aydındır? Buynuz meyvəyə də misal olaraq xaç çiçəkləri göstərə bilərik. Kələm, turp, vəzərək, şalğam misal ola bilər. Aydındır? Deməli, əgər toxum taycıqlardakı yuvalarda yerləşirsə, taycıqlardakı yuvalarda yerləşirsə, bu paxla meyvədir. Yox, əgər toxum ara kəsmənin üzərində yerləşirsə, bu buynuz meyvədir. Aydındır? Paxla meyvəyə misal paxlalılar fəsiləsi, buynuz meyvəyə misal xaç çiçəklər fəsiləsini göstəririk. Sonra gələk qutucuq meyvə. Qutucuq meyvədə isə hansı ki toxumlar belə deyək də, qutucuq meyvənin içərisində yerləşir. Toxumlar yetişəndən sonra qutucuq üzərində olan dəliklərdən və yaxud da ki, yarıqlardan tökülür. Buna da misal olaraq biz pambığı, tütünü, laləni, bənövşəni, xaşxaşı göstərə bilərik. Aydındırmı? Deməli, pambıq, lalə, xaşxaş, tütün, bənövşə. Aydındırmı? Pambıq, lalə, xaşxaş, tütün və bənövşəni misal göstərə bilərik. Yəni bugünkü dərsimiz oldu bu qədər. Toxumun quruluşu və nə? Deməli, meyvə. Əzbər şəkildə qəşəng oxuyursunuz. Yadda saxlamalı məqamlar çoxdur. Gələn dərsdə sual cavab eləyəcəyik. Bugünkü dərsimiz bu qədər. Sağ olun.